Bu ixtisas qrupu üzrə müsabiqə şərtləri və ixtisas seçimi qaydaları 2026 DİMİnin rəsmi tələblərinə əsasən RAK və RAY alt qrupları üzrə keçid balları və xüsusi şərtlər açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən o ixtisas qrupu riyaziyyat fizika və riyaziyyat kimya alt qrupları üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün müsabiqə şərtləri müəyyənləşdirilib. Prest azda daxil olan rəsmi məlumatlara əsasən abituriyentlərin ixtisas seçimi zamanı alt qruplar və konkret ixtisaslar üzrə tətbiq edilən xüsusi bal məhdudiyyətlərinə diqqət yetirmələri vacibdir. 1. Əsas müsabiqə şərtləri və alt qrup tələbləri. Bu ixtisas qrupunun ümumi qaydalarına görə müsabiqəyə buraxılmaq üçün abituriyentin ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi blok üzrə balı isə 100-dən az olmamalıdır. Lakin alt qruplar üzrə xüsusi şərtlər mövcuddur. RAY, riyaziyyat fizika alt qrupu. Bu alt qrupa aid ixtisasları seçmək üçün ümumi 200 bal və blok üzrə 100 bal şərti mütləqdir. Bu baldan aşağı nəticə göstərənlər RAY ixtisaslarını yaza bilməzlər. RAK, riyaziyyat kimya alt qrupu, güzəştli şərtlərlə tətbiq edilən və aşağıda qeyd olunan 150 ümumi və 50 blok bal limitinə uyğun gələn ixtisasların hamısı məhz RAK alt qrupuna aiddir. 2. Xüsusi bal tələb edən ixtisaslar, yüksək limit, bəzi fundamental ixtisaslar üzrə rəqabətliliyin artırılması məqsədilə tələblər daha yüksəkdir. Aşağıdakı ixtisasları seçmək üçün abituriyentin ümumi balı 250-dən, blok balı isə 100-dən az olmamalıdır. Riyaziyyat, fizika, kompüter elmləri, 3 güzəştli bal şərtləri tətbiq edilən ixtisaslar, RAK alt qrupu. Müəyyən mühəndislik və aqrar sahə ixtisasları üzrə müsabiqə şərtləri aşağı salınaraq 150 ümumi bal və 50 blok balı olaraq müəyyən edilmişdir. A. Yalnız ödənişli yerlər üzrə güzəşt tətbiq edilənlər. Bu ixtisaslarda dövlət sifarişi, pulsuz. Yerlər üçün yenə də ümumi 200 və blok 100 bal şərti qüvvədə qalır. Ödənişli yerlər üçün isə 150 ümumi və 50 blok balı texnologiya müəllimliyi, ekologiya mühəndisliyi və həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə güzəşt tətbiq edilənlər. Bu ixtisaslar üzrə ümumi balı 150-dən və blok balı 50-dən az olmayan abituriyentlər həm pulsuz, həm də ödənişli yerlərin müsabiqəsində iştirak edə bilərlər. Aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik. 4. İngilis dilli ixtisaslar üçün nisbi bal tələbi, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin qəbul imtahanının birinci mərhələsində, cari ilin məzunları üçün buraxılış imtahanında ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmamalıdır. İstisna, bu dil məhdudiyyəti ADA Universiteti, Bakı Ali Neft Məktəbi, BAM və Sumqayıt Dövlət Universiteti, SDU tərəfindən tədris olunan ingilis dilli ixtisaslara şamil edilmir. Abituriyentlərə ixtisas seçimi ərizələrini təsdiq edərkən topladıqları balların bu alt qrup və ixtisas tələblərinə tam uyğun olub, olmadığını yoxlamaq tövsiyə olunur. Nur Cəfərli, Prest və Az, Azərbaycanın etibarlı informasiya mənbəyi.